Salam uşaqlar. Bugün sizə heyvanlar aləminin təsnifatı mövzusunun izahını verəcəm. Yer üzərində 2 milyona yaxın heyvan növü mövcuddur. Heyvanlar yaşayış mühiti, ölçülərinə, quruluş xüsusiyyətlərinə görə müxtəlifdir. Uşaqlar, yaşayış mühiti dedikdə onlar heyvanlar qrupda və suda yaşaya bilirlər. Ölçülərinə dedikdə müxtəlif ölçülü heyvanlar biz bilirik var. Quruluş xüsusiyyətlərinə görə dedikdə onların tənəffüsündə, qan damar sistemində, çoxalmasında olan müxtəlifliyə görədir. Heyvan orqanizmlərin hansı ümumi əlamətləri var? Heyvan orqanizmi ümumi heterotrof qidalanma, yəni hazır üzvü maddə ilə qidalanma, aktiv hərəkət, ömürlərinin bir mərhələsində də olsa hərəkətli olurlar. Glikogen onların ehtiyat qida maddəsidir. Bitkilərdə isə bu nişastaydı. Və məhdud böyümə. Biz bilirik ki, heyvanlar bitkilər kimi daim ömürlərinin sonuna qədər böyüyə bilmirlər. Onlar yetkin mərhələyə qədər böyürlər, sonra böyüməsi dayanır. Heyvanların bir qrupda birləşdirərkən onların hansı xüsusiyyətləri və əlamətləri nəzərə alınmalıdır? Onların hüceyrələrin quruluşu, skeletlərinin quruluşu və orqanlar sistemi nəzərə ala bilərik biz. Yer üzərində həyat olan bütün mühitlərdə heyvanlara rast gəlmək olar. Onların müxtəlifliyini öyrənmək üçün heyvanları qruplara ayırmaq, təsnif etmək, ümumi bir sistemə gətirmək lazımdır. Uşaqlar, bu tərifi biz keçən dərsdə eşitmişdik və bu heyvanların ümumi sistematikasıdır. Heyvanların sistematikası nədir? Heyvanların sistematikası heyvanlara elmi adları verən, onların təsnifat prinsipini işləyib hazırlayan bir elmdir. Müasir təsnifatda istifadə olunan sistematik kateqoriyalardan tip və dəstə yalnız heyvanların sistematikasına aid idi. Deməli, tip və dəstə ancaq heyvanların sistematikasına aid idi. Bunun qarşılığı olaraq bitkilərdə tipin qarşılığında şöbə dayanırdı. Dəstənin də bitkilərdə qarşılığı sıra idi. Tip mənşəcə qohum olan sinifləri, dəstə isə fəsilələri birləşdirən təsnifat vahididir. Bax, burada tip özündə sinifləri birləşdirir, dəstə də fəsilələri birləşdirir. Burada uşaqlar, növdən aləmə doğru getdikcə müxtəliflik artır. Yəni, bunu necə düşünə bilərik? Biz heyvanlar aləmi deyəndə bir çox heyvanlar nəzərdə keçiririk. Yəni, burada fili deyə bilərəm, pələngi deyə bilərəm, quşu deyə bilərəm, sürünəni deyə bilərəm, ilanı məsələn deyə bilərəm. Yəni, çoxlu heyvan nəzərdə tuturuq. Yəni, bura növdən aləmə doğru getdikcə fikir verin, müxtəliflik artdı. Aləm deyəndə daha çox heyvanlar nəzərdə keçirdik. Amma oxşarlıq azalır. Niyə? Məsələn, burada amur pələngi veribdir. Amur pələngi oxşar ona aid olan növlər bir-birinə oxşar ola bilər və ya cinslərdə bir balaca qohumluq əlaqəsi ola bilər. Aləmə doğru getdikcə oxşarlıq azalır. Pələngə oxşar, məsələn, fil bənzəmir, quş bənzəmir, sürünən dedik, sürünənlərdə məsələn ilan bənzəmir ki, buna görə də oxşarlıq azalır. Növdən aləmə doğru getdikcə oxşarlıq azalır, müxtəliflik isə artır. Burada fəaliyyət hissəsi verilib bizə. Fəaliyyətdə müxtəlif siniflərə aid heyvanlar verilir. Məsələn, balıqlara, quşlara, məməli və sürünənlərə aiddir. Deyir, bu heyvanları hansı sistematik kateqoriyada birləşdirmək olar? Bu heyvanları xordalılar tipdə birləşdirə bilərik. Yəni, xordalılar tipinə biz bura tip yazaqsın. Yəni, biz bilirik balıqlar sinifidir, quşlar sinifidir, sürünənlər sinifidir və məməlilər sinifidir. Siniflərdə, tipdə birləşir. Və skeletin hansı sinifinə görə şəkildə təsvir olunan bütün orqanizmlər eyni sistematik qrupa daxil edirlər. Onların skeletində onurğanın olmasına görə eyni qrupa daxil edirik. Çünki bunların həyatlarının bir mərhələsinin hamısında o skelet xordadan olubdur. Xorda isə onurğaya başlanğıc veribdir. Yəni, onurğasına görə hamısını bir tipə daxil etdik. Skeletin hissələri hansı funksiyalar yerinə yetirir? Skeletin hissələri, məsələn, kəllə beyin sinirini qoruyur. Onurğa beyin sinirini qoruyur. Yəni, sinir sistemini qoruyur. Onurğa həm də gövdəyə möhkəmlik verir. Ətraflar hərəkətə xidmət edir. Döş qəfəsi ağciyərləri qoruyur. Heyvanlar aləmi iki böyük qrupa, onurğasılar və onurğalılara bölünürlər. Onurğasız heyvanlar bağırsaq boşluqlar tipi, yastı qurtlar tipi, sap qurtlar, həlqəvi qurtlar, mollyuskular tipi, dəris tikanlı və boğumayaqlar tipinə bölünür. Bağırsaq boşluqlar tipi, bağırsaq
Qoşlar tipinin sfiyoid meduzalar, hidrozolar və mərcan polipləri sinifləri vardır. Şəkilə də baxsaq, hidrozolar sinifi, sfiyoid meduza və mərcan polip. Su mühitində yaşayan və şüalı radial simmetriyaya malikdir. Şüalı simmetriya bir müstəvidə bir neçə oxun keçməsidir. Biz bilirik ki, məsələn, hidradan çoxlu qolcuqları var və müstəvidə bir müstəvi götürsək, bir nöqtədən bir neçə oxun keçməsi, bax bu şüalı simmetriya adlanır. Şüalı simmetriyaya malikdir. Tipin səciyyəvi əlamətləri bağırsaq boşluğu və dalayıcı hüceyrələrin olmasıdır. Uşaqlar, hidralar, məsələn, bunlar bağırsaq tipi bədən iki qatdan ibarətdir. Ektoderma və endoderma qatından ibarətdir. Bunların əsas səciyyəvi əlaməti bağırsaq boşluğunun və dalayıcı hüceyrələrin olması. Bundan başqa da ikinci səciyyəvi əlamət polimorfizmin olması, yəni müxtəlif mərhələlərdə bir növün fərqli quruluşlarda olması. Məsələn, biz meduzanın çoxalmasını keçmişdik. Meduza ayrı cinsiyyətli heyvanlar idi, xatırladırsınızsa. Və onlar çoxalan zaman onlarda kirpikli sürfə mərhələsi vardı, aktiv hərəkət edirdi. Sonra polip mərhələsinə çevrilirdi. Polip isə sakit döşənək yapışırdı yerə və sakit suyun dibinə yapışırdı və hərəkətsiz idi. Fikir edin, bir neçə mərhələlər. Polipdən sonra da polip bölünürdü. İtkin meduzaları, cavan meduzaları əmələ gətirdi. Bunlar isə böyüyüb itkin meduzaya çevrilirdi. Yastı qurtlar tipi iki tərəfli simmetriyaya malikdirlər. Bunlara baxsaq isə iki tərəfli simmetriya nədir? Yəni, bir xətt çəksəm, məsələn, yastı qurtlardan ağ planların ortadan bir çəksəm, sanki iki hissədə eynidir. Sanki güzgü effekti kimi eyni. Görürsən, iki tərəfli simmetriya malik heyvanlar bədənləri bel qarın istiqamətində yastılaşmış heyvanlardır. Bel qarın istiqamətində yastılaşmasına səbəb onlarda dəri əzələ hissəsinin olmasıdır. Həlqəvi və uzunlu əzələlər vardır ki, bunlar da birləşib dəri əzələ hissəsini əmələ gətirirlər. Bunlarda dəri əzələ hissəsinə görə bel qarın istiqamətində yastılaşıblar. Yastı qurtlar orqan və orqanlar sistemi mövcuddur. Uşaqlar, yastı qurtlarda bədən boşluğu yoxdur. Orqan və orqanlar sistemi isə var. Orqanlar parenximanın içərisində yerləşirlər. Orqanlar parenxima içərisində yerləşir. Kirpikli qurtlar, sorucu qurtlar, len şəkilli qurtlar bu tipə aiddir. Yəni, 3 sinfi var. Yastı qurtların, kirpikli qurtlar, sorucu qurtlar və len şəkilli qurtlar sinfi. Kirpikli qurtlar sinfi bədən kirpikli epiteli ilə örtülüdür. Nümayəndəsi ağ planaridir. Baş bədənin ön hissəsinə yerləşir və başda bir cüt lamisə çıxıntısı, bir cüt göz vardır. Rəngi ağımtıl şəffaf rəngdir. Xatırladınızsa, həzm sistemin keçəndə, həzm sistemində ağız bədənin orta hissəsində idi. Ağızdan qısa udulaq və kör qurtaran bağırsaq var idi. Bir də biz bunların çoxalmasını da keçmişdik. Çoxalması qeyri-cinsi yolla, fragmentasiya yolla gedirdi. Fragmentasiya nə idi? Bədənin bir neçə hissələrə bölsə, hər bir hissədən yeni planlar inkişaf edirdi. Bunlarda güclü regenerasiya qabiliyyəti də var. Yəni, biz bilirik ki, fragmentasiya regenerasiyanın sayəsində mümkün olurdu. Yəni, biz planarını 5 yerə bölsək, hər bir hissəsindən yeni planarı, yəni 5 dənə də planarı inkişaf edəsiydi. Sonra sorucu qurtlar sinfi. Sorucu qurtlar sinfinin nümayəndəsi qaraciyər sorucusunu görür şəkildə. Qaraciyər sorucu bədəni baxdığınızda yarpaq şəkillidir. Üzəri kirpiksiz epiteli ilə örtülüdür. Bax, burada kirpikli epitelidir, burada kirpiksiz epiteli ilə örtülüdür. Bədəndə iki solmac var, baş solmacı və qarın solmacı. Başda yerləşən solmac həm qidalanmağa, həm yapışmağa xidmət edir. Qarın solmacı isə yalnız yapışmağa xidmət edirdi. Bu, sahibinin qaraciyərində parazit həyat tərzi keçirir. Sonra len şəkilli qurtlardan görürük. Len şəkilli qurtlar öküz soliteri görür. Bədən, başçıq, qısa boyuncuq və boğumlardan çoxlu sayda minə yaxın boğumlardan ibarətdir. Baxın, boğumlardan ibarətdir. Başda 4 solmac yerləşir. Bu da insanın nazik bağırsağında parazit etdiyi üçün bu solmaclarla bağırsaq divarına yapışır. Yəni, öküz soliteri insanın nazik bağırsağında parazitlik edir və oksigensiz mühitdə, bağırsaqda oksigensiz mühitdə yaşayır.
Hı? Həlqəvi qurdlar tipi. Dəqiq uşaqlar yazdım. Aha, yox, sapqurdlar tipi. Sapqurdlar tipinə aid olan heyvanların bədəni xaricdən kutikularla örtülmüşdür. Daxili orqanları xüsusi divarı olmayan ilk bədən boşluğunda yerləşir. Deməli, ilk bədən boşluğu harda əmələ gəldi? Buradan nəzərdə ki, ilk bədən boşluğu harda əmələ gəldi? Sapqurdlarda əmələ gəldi. Əksəriyyəti müxtəlif cinsiyyətli heyvanlardır. Yəni erkək və dişi fərdləri var. Bu tipə əsl sapqurdlar və ya nematodlar sinfi aiddir. Baxın bunlar. Əsl sapqurdlar və ya nematodlar. Sapqurdlar bədəni 3 qatdan ibarətdir. Yəni 3 qatlı bədən. Uşaqlar, 3 qatlı bədən yastı qurdlarda da var idi. Yastı. Burada da 3 qatdan ibarət idi. Ektoderma, endoderma və mezoderma. 3 qatlı bədən ibarət idi və bunlarda da sapqurdlarda da iki tərəfli simmetriya vardı və iki tərəfli simmetriya vardı. Bunlarda arxa bağırsaq, anal dəlik əmələ gəlib, ağız bədən ön hissəsində qurulmuşdur. Ağız bədən ön hissəsindədir. Sonra qan dövranı, məsələn, qan dövranı yoxdur, tənəffüs yoxdur. Qurdlara bu qədər sapqurdlardan və indi isə həlqəvi qurdlara keçək. Həlqəvi qurdlarda qurdlar tipinə aid olan heyvan bədənləri uzunsov olur, boğumlara bölünür. Baxın, bu həlqəvi qurdlar görürsünüz, boğumlara bölünür. Onların yaxşı inkişaf etmiş qapalı qan damar sistemi. Artıq qan damar sistemi harda əmələ gəldi? Həlqəvi qurdlarda. Baxın, qapalı qan damar sistemi yaxşı inkişaf etmiş. Deməli, birinci bədən boşluğu sapqurdlarda əmələ gəldi. Bir də bunlar ikinci bədən boşluğu həlqəvi qurdlarda əmələ gəldi. İkinci bədən boşluğu. Və bədən sellum, ikinci bədən boşluğu sellum adlanır və daxildən epitel hüceyrələrlə örtülmüşdür. Deməli, ilk olaraq qapalı qan damar sistemi əmələ gəldi. Bu tip üçün 3 əsas sinif səciyyəvidir. Az qıllı qurdlar sinfi, çox qıllı qurdlar sinfi və zəlilər sinfi. Uşaqlar, az qıllı qurdlar sinfində soxulcan aid idi. Çox qıllı qurdlar sinfində nerid aiddir. Dənizlərdə yaşayır nerid. Çox qıllı qurdlar ali omurgasız heyvanların inkişafına təkamül veriblər və bunlardan əmələ gəlib ki, və çox qıllı qurdlar mollusklar və boğum ayaqların əmələ gəlməsinə təkan veriblər. Deməli, mollusklar və boğum ayaqların əmələ gəlməsi təkamüldə ilk olaraq neriddən formalaşıblar. Deməli, deyirik, çox qıllı qurdlar ali omurgasızların inkişafının təkamülündə əsas yerə malik, təkamülün inkişafının əsas yerə malikdir. Bu isə zəlilər sinfindən. Deməli, ilk qan dövranı əmələ gəlib ikinci bədən boşluğu, ikinci bədən boşluğu isə çox qıllı. İkinci bədən boşluğu həlqəvi qurdlarda əmələ gəldi. Əsas səciyyəvi əlamətləri. Deməli, sonra mollusklar tipinə aid olan heyvanların bir çoxunda bədən xaricdən çanaqla örtülmüşdür. Çanağın altında manti adlanan dəri törəməsi var. Mollusklar tipi 3 əsas sinfə bölünür. Qarınayaqlı, ikitaylı və başayaqlı mollusklar. Burada deyir ki, bədəni üzərində mantiya ilə örtülmüşdür. Bədən mantiya ilə çanaq arasında boşluq mantiya boşluğu adlanır.
Qarınayaqlar sinfi və iki taylar bədəni çanaqla örtülübdür, amma başayaqlar sinfində çanaq reduksiya olunub və lövhəciklər şəklində, mantiyanın altında lövhəciklər şəklində görsəlir. Çanaq yoxdur bunlarda, başayaqlarda. Kalmarda məsələn çanağı yoxdur, amma kalmar da mollyusklara aiddir. Çanağı reduksiya olub, əslində tam itməyibdir, çox balaca lövhəciklər şəklində mantiyanın altında yerləşir. Deməli, qarınayaqlar sinfinin bədən, baş, gövdə və ayaqdan ibarətdir. Bədən 3 hissədən ibarətdir. İki taylar sinfində baş yoxdur, gövdə və ayaqdan ibarətdir. Baş ayaqlarda da gövdə və ayaqdan ibarətdir. Bədən. Mantiya boşluğu dedik, mantiya boşluğuna qəlsəmələr, məsələn, ifrazat, qəlsəmə hamısı mantiya duyğu üzvləri mantiya boşluğunda, ifrazat, qəlsəmə mantiya boşluğuna açılır. Sonra dərsdikanlar tipi, dərsdikanlar tipinin nümayəndələri dənizlərdə dibində yaşayan heyvanlardır. Bədənləri xaridən iynəciklərlə örtülmüşdür. Yetkin formaları şüalı, sürfələri isə iki tərəfli simmetriyə malikdir. Dəniz uluzları, dəniz zambaqları, ofyurlar, dəniz kirpiləri və holotirilər bu tipə aiddir. Uşaqlar, iki tərəfli simmetriya, bayaq şüalı da dedik, iki tərəflidir. İki tərəfli simmetriya əsasən hərəkətlilərdə olur, iki tərəfli simmetriya. Ancaq hərəkətsizləşdirəndə isə şüalı simmetriya malik olurlar. Deməli, dəniz bunların əsas dərsdikanlar tipinin əsas xüsusiyyətləri 5 şüalı radial simmetriyadır. Mezoderma mənşəli skelet, selon mənşəli sudamar sistemi bunlar üçün ən əsas tipin əsas səciyyəvi əlamətləridir. Dəniz quluzu radial, bədən quruluşu radial, sfera şəkilli dəniz kirpiləri sfera şəkilli, burada isə holoturilər, yəni dəniz xiyarı tumurcuq formasında, tumurcuq şəkilli formadadır. Boğumayaqlar tipi heyvanlar aləminin ən böyük növ sayına malik olan tipidir. Burada tipin əsas xüsusiyyətləri boğumla bədənin və ətrafların olmasıdır. Boğumayaqlar tipi 3 əsas sinfə bölünür. Xərçəng kimlər, hörümçək kimlər və həşəratlar sinfi. Burada həşəratlar sinfinin nümayəndə Asiya çərtkəsi və kələm kəpənəyi var. Həşəratlar sinfi baş, bədən, ağciyər, hörümçək kimlər sinfi və xərçəng kimlər sinfinin nümayəndəsi var. Burada həşəratlarda baş, döş və qarıncıqdan bədən 3 hissədən ibarətdir. Xərçəngimlərlə baş döş bitişikdir və qarıncıqdan. Bir də hörümçəkimlərdə də, bunlarda da bədən, xərçəngimlər, hörümçəkimlərdə də baş döş və qarıncıqdan ibarətdir. Xordallar tipinin əsas əlamətləri daxili oxskeletdir. Xordanın və onurğanın olmasıdır. Xorda dayaq funksiyasını yerinə yetirib bədənə möhkəmlik verir. Deməli, ümumi əlamət bayaqki fəaliyyətdə bax bunu istəyirdi bizdən. Oxskelet xordadır. Xorda dayaq funksiyasını yerinə yetirib bədənə möhkəmlik verir. Bu yalnız tipin ibtidai nümayəndələrin həyatı boyu saxlanılır. Ailə quruluşu heyvan xordalarda onurğa ilə əvəz olunur. Məsələn, burada ibtidai nümayəndəsi neştərçədə misal göstərə bilər, neştərçə xorda ömür boyu saxlanılır, amma ailə quruluşla balıqlarda, suda quruda yaşayanlarda, quşlarda, məməlilərdə xorda onurğa ilə əvəz olunur. Yəni, onurğa xordadan əmələ gəlib, belə desək. Qığırdaqlı balıqlar, sümüklü balıqlar, suda quruda yaşayan sürünənlər, quşlar, məməlilər sinfi xordallar tipinə aiddir. Burada xordallar tipini iki istiqanlı və soyuqqanlı heyvanlara bölübdür. İstiqanlı heyvanlara məməlilər, quşlar, soyuqqanlı sürünənlər, suda quruda yaşayan balıqlar aiddir. İstiqanlı heyvanlar nə üçün istiqanlı, soyuqqanlı bölünür? Çünki istiqanlı heyvanlarda 4 kameralı ürək var, 2 qan dövranı var və burada ağciyər tənəffüsü tam olaraq ağciyər tənəffüsü var və bunlar əlaqədar, yəni 4 kameralı ürək, 2 qan dövranı əlaqədar olaraq daha çox enerji və ağciyər tənəffüsü əlaqədar olaraq daha çox enerji əmələ gəlir və bu da istiliyə çevrilir və ona görə də istiqanlı heyvanları buna görür. Amma soyuqqanlı heyvanlara fikir versək, balıqlarda 2 kameralı ürək, məsələn, suda quruda yaşayanlarda
Üç kameralı ürək. Sürünənlərdə timsah istisnadır. Timsahda 4 kameralı ürəkdir, amma yenə də bunların qanı qarışırdı. Yəni bunlarda arterial venoz qan ayrılırdı. İstiqanlı heyvanlarda yenə dedik 4 kameralı ürək, 2 qan dövranı, arterial və venoz qanın tam ayrılması ilə əlaqədar olaraq daha çox istiliyin əmələ gəlməsinə kömək olurdu və bunlar ona görə istiqanlı heyvanlar adlanırdı. Bunlar isə soyuqqanlı heyvanlarda bədən temperaturu ətraf mühitdən asılı olaraq dəyişə bilirlər. Amma istiqanlı heyvanların bədən temperaturu ətraf mühitin temperaturuna asılı deyirlər. Daim bədən temperaturu müəyyən istilikdə olur, daimi. Sürünənlərdə dedik ki, sürünənlərdə əksəriyyətin 3 kamera, timsahda 3 kameralı ürəyidir, amma mədəcik tam ara kəsmə yox idi. Ara kəsmə var idi, tam deyildi. Timsahda isə 4 kamera idi, amma yenə ürəkdən çıxandan sonra qan qarışırdı. Yəni belə ümumi nəticəyə gəldik ki, soyuqqanlı heyvanlarda tam olaraq arterial vena qanı yox idi, amma istiqanlı heyvanlarda tam olaraq arterial venoz qan ayrılmışdı. Bir də məməlilərin xüsusiyyətləri, məsələn, bədənin tüklə örtülü olması, balalarının südlə bəslənməsi, plasentanın olması, süd vəzlərinin olması, məsələn, məməlilərə aiddir. Quşları bədəni lələklərlə örtülüdür. Məsələn, quşlar yumurta qoymaqla çoxalırdı. Bu quşlara aid xüsusiyyətlər. Sonra burada tək məməlilərdə ağciyər tənəffüsü idi. Quşlarda ağciyər və hava kisələrdə tənəffüsdə 2 qat tənəffüs var idi. Bunları xatırladırsınızsa. Sonra sürünənlərin bədənləri qurudular və bunlar da yumurta qoymaqla çoxalırlar. Sonra suda quruda yaşayanlar, sürünənlər tam olaraq ağciyər tənəffüsü gedir. Suda quruda yaşayan ağciyər və dəri tənəffüsü gedir. Sonra yumurta kürü tökməklə çoxalır. Suda quruda yaşayanlar kürü tökməklə çoxalırlar. Sürfə mərhələsi var. İnkişafı metamorfozla gedirdi. Sürfə mərhələləri var idi. Sonra balıqlar da kürü tökməklə çoxalırlar. Bədəni pulcuqlarla örtülüdür. Tənəffüsü qəlsəməklə gedirdi. Yəni onlara aid xüsusiyyətləri vardı. Heyvanların növ müxtəlifliyini qoruyub saxlamaq üçün təbii təsnimat alimlərə necə kömək edir? Və nizamın daxil nəticəsində təbii təsnifat onları daha rahat sistemləşdirməyə kömək edirdi. Müzakirə edin. Niyə boz qarğa məhz bu tipə aid edilir? Çünki boz qarğa tipə aid edirsə, deməli onun xordası, yəni onurğasının olmasıdır. Müəyyən mərhələ, ontogenezin müəyyən mərhələ xorda əmələ gəlir, xordadan da onurğa əmələ gəlir. Buna görə tipə aid edilir, xordalar tipinə. Bu sinfin nümayəndə hansı səciyyəvi xüsusiyyətləri var? Quşlar sinfi yumurta qoymaqla çoxalırdılar, bədənləri lələklərlə örtülüdür, istiqanlı heyvanlardılar, deyə bilərik. Sonra səciyyəvi xüsusiyyətlər var. Bir də hava kisələri, 2 qat tənəffüs bunlar üçün məxsusdur. 3-ə deyil, sizin fikrinizə bu dəstəyə daxil olan qohum fəsilələr varmı? Fəsilələr dəstəyə daxil olan qohum sərçəkimlər, məsələn, qaratoyuqlar fəsiləsi qohum fəsilələrə aid edə bilər. Öyrəndiklərinizi yoxlayın. Burada deyir, Euler və diaqramda onurğalı və onurğasız heyvan oxşar və fərqli xüsusiyyətlərini göstərin. Gəlin burada Euler və diaqramı çəkək bir dənə. Oxşar xüsusiyyətlər deyə bilərik ki, hər ikisində qapalı qan damar sistemi ola bilər. Qapalı qan damar. Sonra deyə bilərəm, hər ikisinin eukariot olması, yəni nüvəli hüceyrələrin olması. Hər ikisinə deyə bilərəm, çox hüceyrəli olması. Fərqli xüsusiyyətlər deyə bilərəm ki, burada onurğalılar yazaq. Onurğasız. Fərqli xüsusiyyət mərkəzi sinir sisteminin olması onurğalılarda. Daxili ox skeleti. Məsələn, ox xordanın olması deyə bilərəm.
Omurgasızlarda da yəni segmentli bədən. Bir də deyə bilərik xarici skelet. İkitərəfli simmetriya, şüalı simmetriya arasında fərq, onlar hər bir heyvanların ətraf mühit şəraitində uyğunlaşmaq necə kömək edir? İkitərəfli simmetriya bir düz xətti keçəndə hər iki yerə bölünməkdir. Məsələn, ikitərəfli simmetriyada bir xətt keçirik ortadan, amma şüalı simmetriyada bir müstəvidə bir neçə xətt keçirə bilirik şüalı simmetriyada. Onların ətraf mühitə uyğunlaşması ikitərəfli simmetriyaya malik heyvanlar hərəkətli heyvanlardır. Şüalı simmetriyaya malik heyvanlar isə daha çox oturaq həyat tərzi keçirən heyvanlardır.